Hər vaxtınız xeyirli olsun əziz və dəyərli dostlar, dəyərli bir nömrəli hava izləyiciləri. Sizlərə ilk öncə isti hava şəraiti ilə bağlı məlumat vermək istəyirəm. Daha sonra isə soyuq hava şəraiti haqqında məlumat veriləcək. İsti hava şəraiti haqqında məlumatımız ondan ibarətdir ki, aprel ayının 8-i Respublikamızın əksər bölgələrində istilərin pik həddəyə çatması gözlənilir. Bəzi bölgələrdə temperatur 30 dərəcədən yuxarı olacaq, bəzi bölgələrdə isə temperatur 30 dərəcəyə yaxın olacaq. Bakı, Abşeron yarımadası və Sumqayıtda isə temperatur 30 dərəcəyə yaxın olması gözlənilir və ardınca ayın 9-unda hava şəraitinin kəskin şəkildə dəyişilməsi ehtimalı var. Bu barədə sabah ətraflı məlumatlar, geniş məlumatlar olacaq. Bizi izləməyi unutmayın dəyərli dostlar, səhifəmizi izləyin. Bizim səhifəmiz YouTube, Instagram və TikTok üzərində fəaliyyət göstərir. Səhifəmizə takib atmağı, kanalımıza abunə olmağı və bizlərin səhifəmizi genişlətməyi unutmayın. Unutmayın ki, siz yoxsuz bir nəfər azıq.